Salam, hər vaxtınız xeyir olsun. Bugün sizə asan hazırlanan badambura resepti göstərəcəyəm. Bunun üçün əvvəlcə qaba 2 ədəd yumurta əlavə edərək yaxşıca çırpıram. Yumurtanı çırpdıqdan sonra isitdiyim südə maya əlavə edərək yaxşıca qarışdırıram. Daha sonra yumurtanın üzərinə əlavə edərək yenidən qarışdırıram. Şəkər tozu, vanil və duz əlavə edirəm. Burada isə əritdiyim kərə yağını əlavə etdim. İlik su əlavə edirəm və unu da asta-asta əlavə edərək qarışdırıram. Burada isə əlimlə yoğurmağa başlayıram. Belə çox yumşaq xəmir alındı. 15 dəqiqə gözlətdikdən sonra xəmirimizi yenidən yoğururam. Forma verərək hissələrə ayırıram. Mən qeyd edim ki, 10 ədəd kündə alındı və içliyi hazırlayıram. 300 qram badama, hil və 1 stəkan şəkər tozu əlavə edərək yaxşıca qarışdırıram. Burada kündələri açmağa başlayıram. Qeyd edim ki, xəmir aça bilməyən xanımlarımız da bu xəmirlə, reseptlə çox asanlıqla xəmiri belə aça bilərlər. Çox yumşaq belə xəmirimiz olunmuşdu. Xəmiri yaydıqdan sonra üzərini əvvəlcədən əritdiyim kərə yağı ilə yağlayıram. Digər kündələri də eyni qayda ilə yayıram və yağlayıram. Sonuncu kündəni də açandan sonra belə formaya salıram. Və üzərini yağlayıram. Yağladıqdan sonra kənarlarını kəsərək belə badambura formasına verərək kəsəcəm. Bu formada bükürəm. Belə darta-darta bükün. Hamısını bitirdikdən sonra belə formaya salaraq içlik əlavə edirəm.
dedim ki, məndə balaca badamburalara 3 qaşıq, biraz böyük olanlara isə 4 qaşıq içlik əlavə etdim. Arxa tərəfini yaxşıca bükün ki, bişəndə açılmasın. Bu reseptlə yeni başlayan xanımlar da bişirə bilər. Çox asan, çox dəqiq reseptdir. Badamburaları belə hazırladıktan sonra soba listinə əlavə edərək bişməyə göndərdim və üzərinə şəkər pudrası əlavə etdim. Resepti bəyəndinizsə kanalıma abunə olub like etməyi unutmayın.